Telman müəllim, yaxın coğrafiyamızda baş verən hadisələr də təsirsiz deyil. Məsələn, İran-ABŞ müharibəsi çox yaxın coğrafiyadadır, Azərbaycan, Ermənistan, yəni bir eyni qonşu dövlətdə müharibə gedir. Sözsüz ki, bu məsələlərin də dəxli var. Elə yeri gəlmişkən İran ABŞ-ın 100-dən artıq bazasını bombalayıb və hətta yaralıların olduğu, ABŞ əskərləri arasında yaralıların olduğu deyilir. Yəni bütün bu prosesin hələ getdiyini görürük. Biz görürük ki, müharibə get-gedə qızışır. Bəzi analitiklər deyirlər ki, 3-cü Dünya müharibəsi də ola bilər. Amma sanki hadisələrin özü deyir bunu. Məsələn, Rusiya-Ukrayna müharibəsi, bu tərəfdən İran-ABŞ müharibəsi. Yəni bütün dünya elə bil sanki sürüklənir. Bax, onu doğru. Yox, onsuz da 3-cü Dünya müharibəsi gedir. Sadəcə olaraq 1-ci və 2-ci Dünya müharibəsindən fərqli olaraq gedir. Daha müasir tipdə gedir, daha fərqli formatda gedir. Amma 3-cü Dünya müharibəsi zaten başlayıb. Bundan o yüzden nə var ki? Yəni bütün Avropa Ukraynada Rusiya qarşıdır, Ukraynanı məhv eləyibdir, Rusiya darmadağın eləyibdir, yerlə bir eləyibdir. Buradan İran, İsrail və Amerika müharibəsi başlayıbdır. Və hələ mən demirəm, digər o bölgələrdə hansı qaynar bölgələr var ki, orada da vəziyyət çox da heç xoş, ürək açan deyil. Hələ bəlli deyil hansı ölkədə belə füsad alacaqdır bu müharibələr. Yəni 3-cü Dünya müharibəsi başlayıbdır. Sadəcə olaraq daha müasir, daha başqa bir formatda başlayıbdır. İndi zamanənin tələbi belədir. Amma yenə deyirəm ki, İran məsələsi, burada İranın xalqından söhbət getmir. İranın sadəcə olaraq rejimindən söhbət gedir. Hərdən bizim bu soydaşlarımız da, içimizdə olanlar da məsələyə qatırlar. Bilmirsən bilməməzlikdəndir, bilmirsən cahillikdəndir, bilmirsən çox bilmişlikdəndir, bilmirsən İranla tapşırıq alırlar, ona görə aranı qatırlar. Hər dəfə deyirsən ki, bu dini müharibə deyil. Bu İran xalqının, İran ərazisi bütövlüyünün müharibəsi davası deyil biz apardığımız. Bu nə davasıdır? Bu rejim davasıdır. Bu rejim davasıdır ki, İranın bugünkü rejimi həm Azərbaycanın ərazi bütövlüyünə, təhlükəsizliyinə, dövlətçiliyinə təhdidlər etdiyi üçün, digər tərəfdən soydaşlarımızın Güney Azərbaycandakı hüquqlarının pozulması, olmazın başlarına oyunlar gətirirlər, azadlıq yox, söz azadlığı yox, milli dəyərlərin belə deyək də imkan vermirlər ki, insanlar orada öz milli dəyərlərini yaşada bilsinlər. Bu necə olur? Erməni yaşada bilir. 30-40 min yəhudi yaşayır İranda, onlar yaşada bilir. Digər xalqlar yaşada bilir. Türklərə gələndə olmaz, qadağadır. Niyə? Çünki 1000 illərdən artıq bugünkü İran dediyimiz o əraziləri idarə edənlər türklər olub, türk dövlətləri olubdur. Sonuncu da Qacar dövləti idi ki, 25-ci ildə şah gəldi, devirdi və bugünə qədər 69-cu ilə qədər bax bu proseslər getdi. Üzr istəyirəm, 79-cu ilə qədər. Bu proseslər getdi, davam elədi və bugünkü gün yenə də həmin o, mən sizə bir şey deyim, o şahın qurduğu o repressiyalardan da 10 dəfə qat ağır bir repressiv bir dövlət quruldu İranda. Çox maraqlı Telman müəllim, bəs vətəndaşlar, məsələn bizim orada soydaşlarımız da 30 milyona yaxın soydaşımız yaşayır. Onlar bir çıxıb bir etiraz eləmirlər, amma onun üçün bir fürsət də var idi, amma çıxıb etiraz eləmədilər. Kimlər eləmirlər? Daimi, bəs orada əsas etirazları kim eləyir? Türklər eləyir axı. Hazırda yəni ABŞ-İran müharibəsi başlayandan çox güclü şəkildə onların küçələrə çıxdığını biz görmədik. Başa düşdüm. İlkin olaraq başlamışlar. Küçələrə çıxmışdılar, tələb eləyirdilər rejimin istifasını. Sonra ABŞ çox məsələləri İsraillə hesablamadıqları üçün başladı bombalamağa İranı. Xameynini öldürdülər. O da mən hesab edirəm ki, həm İsrail tərəfindən, həm Amerika tərəfindən çox böyük yanlışlıq idi. Xameyninin öldürülməsi ailəsinə birlikdə. Ehtiyac yox idi ona. Bəlkə də Xameyni sağ qalsaydı artıq bir çox məsələlər öz həlini tapmışdı. O indi yaşlı adam idi, bilirdi ki, proseslərdə nə gedir, nə getmir. Onu öldürməklə demək olar ki, vəziyyət daha da ağırlaşdırdılar. İran xalqının bir parçası olduğu üçün orada türklərimizdə onlarda bir xüsusiyyət var bütöv İran xalqında. İranın dövlətçiliyi və yaxud da ki, İranın belə deyək də qarşı ölkələrdən
hər hansısa bir təhdidlər olanda onlar birləşməyi bacarırlar. Və bunu göstərdilər onlar. Hə, və bunu da göstərdilər. Hə, nə olsun ki, bugün onlar rejimlə narazıdırlar. Onlar onsuz da gec-tez o rejimi devirəcəklər. Amma bugün İranın başı üstündə qara buludlar alanda zaten Türkiyə kimi. Yəni Türkiyənin ən həll edici, ən ağır çətin məqamında bütün türk xalqı birləşə bilir. Birləşə bilir. Eynən də İranda belədir.